Mən dua eləyim, siz də amin deyin. Duanı belə eləyirəm ki, ilahi, bizə verdiyin neymətlərin şükrünü bizə qismət. Nə qədər pul yatıb bu duanın içində, nə qədər sərvət, neymət yatıb, biz bunu bilmirik. Məsələn, mən deyirəm, ilahi, mənə ev ver, maşın ver, pul ver, filan ver. Onun hamısından yaxşısı budur ki, deyim ki, ilahi, şükür verdiyin neymətlərə. Bu şükür verdiyin neymətlərə Allah deyirsən bunu dinəm, mən istədiyindən artıqlamasıyla sənə verim. Heç sən istəməsən də olar. Bunlar qaydalar da Allah Quranda bizə başa salır.